Gəlmir. Bilmirəm, gəlməlidir. Səhifə neçə dedin? 39. Bəli. PDF-lə 38-39-dur. Biraz bozdu. Onda başlayaq yavaş-yavaş oxumağa. Onlar gələndə də qoşularlar. Olar mən birdən başlayım Elə oxuyum. biri denə. Çar hökuməti Şimali Azərbaycanda 87-ci ildə müsəlman kəndləri üzərinə qoymuşdu. Bu şeydi də müəllim, hərbi vergi deyildi Bəli, şey hərbi üçün. Aha. hərbi. 19-cu əsrin ikinci yarısında Cənubi Azərbaycanda xalisə dövlətə məxsus torpaqlar idi da. Bəli, düzdür. 91-ci ildə Nəsrəddin Şah İngilis şirkətinin başçısı Talbotun inhisarına vermişdi. İpəkçili Talbot dağ mədən sənayesi idi. Bu bilirsən hansıdır? Üsyan var idi Cənubi Azərbaycanda. Salam məsəl. Üsyan olmuşdu. Amma dağ mədən deyil, başqa şeydir. Onda şeydir bu tütün və tənbəkin şeyidir də, bəli. Aha. Nəsrəddin Şahın İngilis şirkətinin başçısı Talbotla tütün və tənbəki inhisarına dair bağladığı müqaviləni ləğv etməyə məcbur etdi. Təbriz və bir olmuş xalq Rusiya hökuməti təzyiq Osmanlı kütləvi şəkildə işdən imtina və bir bəyanat. Bura şey deyil müəllim, bu Təbrizdə və bir çox başqa şəhərlərdə olan xalq çıxışları. Bəli. Elə bu 1891-ci il çıxışı ona səbəb olmuşdu ki, inhisar ləğv olunsun. Və bu ilk anti-imperialist çıxışdı ha. Nə deyirsən mətləb? Nə işləyim mən? İkinci hissəni aç. Təzə toplu ikinci hissə. Dimi açılır. Aha, deyim ikinci hissəni aç. Məryəm gəldinmi? Bəli, salam. Salam mən. Oxu görək Nuray. Səhifə 75-dir uşaqlar kitabın səhifəsinə. Azərbaycanda 1870-ci il 14 may islahatına aid edildi. Sahibkar kəndlərinə dövlət, Şamaxı Quberniyyəsi, Dərbənd Quberniyyəsinə kənd. Bu şeydir müəllim, sahibkar kəndlərinə aid edilmişdi 14 may islahatı. Aha, düzdür. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanda hansı islahat keçirilməmişdi? Dini? Bəli, dini yox idi. Məhkəmə 1866-dır, şəhər 1878-dir. İnzibati çoxdur da, 1840, amma burada ikinci yarısı deyir. Bəli. İkinci yarısı da 83-cü ildə canişinlik sistemi yaranır. İnzibati olaraq ikinci yarısına nə deyə bilərik səncə? Quberniya var da, 68-ci ildə Yelizavetpol quberniyası var. O ikinci yarısına düşür. Bəli. O inzibati olaraq götürə bilərik. Hə də, yəni yeni ərazi vahidlərinin yaranması. Məsələn, 59-cu ildə də var. Şamaxıda zəlzələ olur. Quberniya mərkəzi Bakıya köçürülür. Bakı quberniyası. O da ikinci yarısıdır. Bunlar inzibatidir. 7. Çar hökumətinin Azərbaycanlıları hərbi xidmətə çağırmamasının səbəbi müsəlmanların hərbi iş bilməsini istəməməsi idi də müəllim. Bəli. Hansı da variant? C variantı. C variantı. Müəllim, biz bu testi elə bir işləmişik, yoxsa mənə elə gəlir. İmenli bu sual natiqə düşmüşdü. Ola bilər. Mənim də yadıma gəlir. Siz bunu evdə də işlədiniz də məncə. Sadəcə bilmək istəyirəm ki, yadınızdadırmı? Hə. Biraz işləyək, ev yox, sonra axırlardan çətinləri gedərik. Hələ bir sadələrə baxaq. Aha, oxu görək Nuray. 19-cu əsrin 60-cı illərində Zaqatalada keşgəl sahiblərinin narazılığına səbəb olur. Kəndi islahatın əsası aparaq, keçəcək İslam müsəlmanların bütün yol, çaycın kəndlər üzərində onların torpağının
Keşke tabaqanın komissiyaların yaradılması. Bu D-dir 8-də. Toprağın becərən İngiloyların və Moğolların azad edilməsi ilə. Hə, düzdür. Keşkəl sahibi bu torpaq sahibləridir. Bu Zaqatala üsyanında ifadələr daha demişdim. Zaqatala Bəli, üsyanından bəli, var. ehtiyatlı Ən olun. başlığı nə idi? Situasiyaya düşər. Çünki orada üsyanın səbəbini soruşa bilər, kimlər iştirak edir, soruşa bilər. Keşkəl sahibi kimdir, İngiloy kimdir, Muğal kimdir? Yəni bir neçə sual çıxırsa və onun hekayəsi varsa, oradan situasiya çıxa bilər. 1863-dür də müəllim bu elə bir bu Bəli, hadisələr. 1863-dür. Və orada Zaqatala Bir də döyüşündə bizimkilər məğlub olur. Məsələn, başqa bəli, Zaqatala döyüşləri var ki, orada bizimkilər qalib gəlirlər. müəllim, Məsələn, bəli bu şeydə 1830-da, 1803-də. Amma sırf burada biz məğlub olmuşuq. 9-u oxu. 98-ci ildə Təbrizdə Mən əhalinin Bəli, mətləb. Amma bu OTK blok imtahanında niyə ikinci qrupun situasiyasına ümumi tarix salır ki? Getmişdim bu gün imtahana. Amma mən getmişdim, prosta getməz olum. Riyaziyyat nə gündə salıblar. Tarix tikə yenə normaldır, prosta situasiyada ümumi tarix idi. Nə olacaq ki? İngiltərə belə O TK-da salırlar. 1200 O qəbulda belə düşmür. hə. İngiltərənin neçənci əsri idi? 1221-dən danışılırdı belə. 21, 1221-də nə olub? Bəlkə Beyaz Adlar Xartiyasını soruşur, 1215. Amma bir də gözünüz istəyirsə oxuyum onu, baxın. Bir-iki cümləsini oxu, vaxtımız getməsin. Qızlar tez çıxacaq. Mən bir dəqiqə Çək oxuyuram mənə indi. baxım. 10-cu sinif var Mən PDF, amma 11-i görməmişəm. Yaxşı. deməli bu Norman işğalından 150 il keçsə də zadəganların kralları mübarizəsi Bilirsən, mətləb davam sənə deyim, Norman etməlidir. işğalı 1066-cı ildə Hastings döyüşüdür. Çünki Hə. Fateh Vilhelm Normandiya kralı idi. Normandiya hersoqu idi. Onun üstünə 100 neçə ildir? 100 neçə il gəlirsən, neçə rəqəm neçə alınırsa o hadisədir deməli. 160, 1210. Hə, 1210-dsa onda şeydir də 1215 Böyük Azadlıqlar Xartiyası. Onu deyim. Sonra da deyir ki, 13-cü əsr əvvəlində İngilis kralı 1-ci John Fransa ilə müharibəyə Bəli, girdi və 1214-cü ildə məğlub oldu. Roma papası ilə bəli. münasibətlər də kəskinləşmişdi. Demişik də o papaya məğlub olur, sonra deyir ki, cəmaatın xeyrinə heç olmasa nəsə bir qərar verim. Yadına düşmədi mi? Təzə təkrarlamışıq oranı. Amma adı yadıma düşmədi ona görə. Kimin adı? Amma həmin adamın adı burada tarixi Adamın adı sənədin lazım adını deyil, seçir. axı sənədin adı deyil, o da Böyük Azadlıqlar Xartiyasıdır. Bəli. Hə, nədir keçmişik də, arada bir qoşulmursan dərsə, yəqin həmin vaxtlara düşüb ya da ki, diqqətsizlik eləyirsən. Nə var ki, uşaq sualıdır. Aha, Nuray oxu görək Amma 9-dan. ümumi tarix niyə salırlar ki belə? Nə oldu, nə əlaqəsi var? Tarixdir də oxumusan. Aha, 9-dan müəllim oxu. Şəbini qoşmusunuz dərsə. Kimi? Şəbini. Hamıya zəng vurmuşam axı. Bir dəqiqə. Nə Müəllim yazmışam? mənim unutub deyir. Bir dəqiqə. Baxım görüm. Hə, elə bil ki, üçünüzə zəng gedib. Hansı gün olubdusa, üçünüzə zəng elədiyim gündür. Bir dəqiqə, Aysunun anasına yazıram. Mən deyim, bunlar nə yox. Çox qoşdum. Nəsə yazır Şəbnəm. Məndən soruşdu onlayn olacaq. Dedim dərsdəyik. Müəllim sizi Tamam, qoşub Aysun. da. Dedi ki, qoşmuyor. Hə, yox, çaşıb hansı günsə üçünüzü qoşmuşam. O günə zəng vurmuşam. Aha, Nə? oxu görək. Nəyi oxuyuruq? İkinci hissəni aç. 19-cu əsrin ikinci yarısı Azərbaycan. Oranı oxuyuruq. Səhifənin 75. 75. Tamam, açıram. Aysu, təkrarlayırsan səfərini, boşluqları. Hə, Təkrarla, ha, mütləq. Çox ciddi məşğul olun uşaqlar. Bir dəqiqə boş durmayın. Aha, oxu görək, ay Nuray.
98-ci ildə Təbrizdə əhalinin etiraz çıxışlarının səbəbi hökumətin kəsbkarlığı qadağan qanun qəbul edilməsi, tütün inhisarının ingilislərə verilməsi, sənətkar və tacirlər üzərinə yeni vergi qoyulması, Rusiya tacirlərinə xüsusi güzəştlərin verilməsi, iri feodalların və ruhanilərin taxıl mühtəkirliyi. Belə taxıla aid bir şeydir də, müəllim, Y Bəli, taxıl variantıdır. mütəkkirliyidir. 91 tütün 60-cı ildə inhisarıdır, 98 taxıl mütəkkirliyi. taxıl, Zeynəb bəli. Paşasyandır. Aha. 63-cü ildə Zaqatala dairəsində baş vermiş üsyanın əsas səbəbi çarizmin kəndli əsaslarında burada şeydir, müstəmləkə siyasətidir, Bəli, çarizmin. bəli, müstəmləkə siyasətidir. Oxuyum 11-i də. Aha, 19-cu əsr 15 dənə oxu, sonra bölərik. Aha. 19-cu əsrin sonlarında Qacarlar dövlətində əknəyararlı torpaqların əksəriyyətini təşkil edirdi deyir. Bu təbii ki, mülkdür də müəllim. 19-cu əsrin 60-cı illərində Şimali Azərbaycanda sənayenin müxtəlif sahələrinə kapital yatırıb müəssisələr açırdılar. İsveç və ABŞ. 19-cu, 60-cı Şimali Azərbaycan sənaye müxtəlif. İsveç hələ gəlməmişdi. İsveç 70-lərdə gələcək. Milli Onda ağırlığı xaric və xarici və rusdur. rus, bəli, iyi olacaq. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanda Siemens qardaşları şirkətinə məxsus idi deyə. Bu da Gədəbəydə misəritmə 11-də qaldı mı? Nə zavodunda. olar? 11-də xalisə olar. Mən deyim, axı Çünki deyir, xarici dövlətdən Qacarlar məxsusdur. dövlətində əknəyararlı torpaqların əksəriyyətini bu xalisə axı sırf bu dövlətə Sırf aid dövlətə deyil. məxsusdur da. Ola bilər ki, dövlətin əlində olan torpaq əkinə yararlı olsun. Siz digərlərini oxuyun. 13 oxu 13 bir dənə. oxuyum yoxsa? Bəli, bəli, 13 Aha. oxu. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanda Siemens qardaşlarına bu dedik də Gədəbəydə misəritmə zavodu. İndi 14 hə. 1868-ci ildə yaradılmış quberniya. 1868-də quberniyası yaradılır. Nədir bunun adı? 68-də Yelizavetpoldur. Yelizavet Gəncə. Onda Gəncə 3-ə düşür. Bir dəqiqə, indi ona baxacağam. Dayan bir dəqiqə. Bayaqki 11 idi, eləmi? Bəli. 11-ə hə mülk veriblər, düz deyirsən. Tamam. Mülk veriblər. Deməli, cəmaatın əlindəkilər yararlıymış. Bəli. Davam elə. 68-ci ildə yaradılmış quberniya Yelizavetpoldur. Bu da 3-ə düşür. Bəli, 3-ə düşür. Bir Sıxıma Naxçıvandır. İrəvan Bəli. bir İrəvan quberniyasıdır, 49-da yaranıbdır. 3 Yelizavetpoldur, 2 Şamaxıdır, 5 də Dərbənddir. 4 də Tiflisdir. Aha. Tiflis, Gürcüstan. Bir anlıq çaşdım, Naxçıvanla çaşdırdım. Sıxıma uyğun buraxılmış ifadəni deyir. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanda burjua islahatlarının keçirilməsi, kapitalist sənayesinin inkişafı, burjuaziya və fəhlə sinfinin milli ziyalarının yaranması, torpaq sahəsinin artması, millətin təşəkkülünün başlanması, xarici bu çözüm. Məncə burada B deyə müəllim. Millətin təşəkkülünün başlanması. Bəli, aşağıda da elə onun oxşarı var. Hə. Yaxşı, Və budur kim da davam verib. edir? Hamı burdadır, Şəbnəm də gəldi. Bəli. Aha. Yaxşı, onda Şəbnəm sən davam elə də 16-dan. Bir dəqiqə müəllim. Aha. Sxemdə buraxılmış ifadəni müəyyən edin. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanın burjua islahatlarının keçirilməsi. B variantı. Kapitalist. Yox, yuxarıdakı cədvəllə kapitalist sənayesinin inkişafını götürürsən. Bəli, düzdür. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanda burjua islahatları keçirilir. Sonra kapitalizm inkişaf edir. Dalınca burjuaziya və fəhlə sinfinin milli ziyalıları yaranır. Daha sonra isə millət təşəkkül edir. 17.
19-cu əsrdə Cənubi Azərbaycanda Tiyol adlanan torpaqlar hərbi və ya mülk xidmət müqabilində Bəli, verilir. verilirdi. Evet, 19-cu əsrdə Bakı neft sənayesi xarici kapital. Mənim burada İsveç, Fransa, İngiltərə idi, yoxsa? bəli. İ hərfləri başda və sondadır, ortada Fransadır. 19-cu əsrdə Şimali Azərbaycanda quberniyanın yaranma ardıcıllığını İrəvan 49'dur, Yezavətpol 68'dir, Şamaxı 59'dur. 1, 3, 2. 20. Rabitə və dəmir yolu xəttlərinin çəkilməsi xronoloji ardıcıllığını müəyyən Şamaxıya edin. neçə dedin? 59 deyil. Yox, 59-da Şamaxıda zəlzələ olur, Şamaxı ləğv olur. Ay, İrəvan Bakıya 49-dur, keçid, Şamaxı 46-dır. Tiflis, Kutaisi, 46. Dərbənd, Ay, Şamaxı bəli, 46-dır. 59-da əksinə Şamaxı ləğv olur. 20. hə, deməli. Rabitə və dəmir yolu xəttlərinin çəkilməsinin xronoloji ardıcıllığını müəyyən edin. Mən Bakı, Tiflis deyək 80-də idi. 83. 1883. 80. Hə. Mühüm şeylər İlk arasında dəmir yolu teleqraf. 1880-də də demək Bakının neft zavodları arasındadır. Amma bu ilk sərnişin dəmir yoludur, Bakı-Tiflis. Teleqraf xətti isə buydu 80 yoxsa? Hansındasan? 21-ə baxırsan, yoxsa 20-yə? Yox, 20-yə. Teleqraf 60-lardadır. 1864-68. Bakı, Naxçıvan, İrəvan, bax belə xəttlər idi. Mahaçqala dəmir yolu. Mahaçqalı Bu nə var? mən Bunları tez təkrarlamışlar. 80-də oldu. 1900-lədir. 1990 idi. 90 deyil, eləcə 1900-dür. Hə, bəli. 1883 Bakı Tiflisdir. Sonra Teleqraf 64-68-dədir. Mahaçqala da 1900-dür. Davam elə. Onda 2, 1, 3 olacaq. Bəli. 21. Dəmir yolu və rabitə xəttinin həm burada da dedik ki, Mahaçqala 900-dədir. Teleqraf 60-larda idi. Ay, hə, Bakı Tiflisdə 83-dədir də. Bəli. Ardıcılla şey deyim yoxsa? Yox, elə illəri dedim bəsdir də. Onsuz kiçikdən böyüyə gedəcək. 22. 19-cu əsrin Cənubi Azərbaycan hərbi və mülk xidmət Tiyol. Düzdür. 23. 19-cu əsrin Cənubi Azərbaycan ayrı-ayrı tayfalara xidmət müqabilində. Məsələn, elatlara belə yadında saxla. Hə, bəli, ilati. Bəli, ilatidir. 24. 19-cu əsrdə 60-70-ci Şimali Azərbaycan neft sənayesinin inkişafına səbəb oldu. İltizamın ləğvi idi də. Axı 60-da yox, 72-də ləğv olur. C Balxanı sözdən məcbur Mənim əməlidir. yadıma gəldi. Deyəsən bu testin düzdür. özündə şey C-dir. var idi. Bilirsən necədir? 60-da məcburi əmək ləğv olunur. 65 idi, 64. 64. 64-də məcburi əmək ləğv olunur. 72-də isə iltizam. Ona görə 60-70. Yəqin üstündə düşünmüşük. 25. Bəli. Bir dəqiqə, mənim səhifələr burada qarışıqdır. Hə. 19-cu əsrin 70-ci ildə Şimali Azərbaycan iltizam sisteminin ləğv edilməsinin səbəbi sənayesinin inkişafı. D-dir. Çar Rusiyası Azərbaycan nefslərinin inkişafına maraqlı olmaması deyir axı. Olması olsa deyir. Ay, olması olaraq oxudum müəllim. Bəli, olması olsaydı odur, amma deyil.
Onda C. Bəli, C-dir. Tələbat artır Evet. ki, ona görə də iltizamı ləğv edirlər ki, neft sənayesi inkişaf etsin də. Düşünürlər ki, Hı hı. məsələn, neynəsək inkişaf edir, o zaman iltizamı ləğv eləyirlər. 26. 19-cu əsrin 70-ci illərin Bakı neft sənayesi İsveç kapitalını təmsil edirdi. İsveç Rothschild idi. Rothschild fransızdır. Şeyə vurğu vurub yadda saxlayırıq. Rothschild fransız. Ş və S. Nobeldir. İsveç Nobeldir. Bir də dəmir yol Hı. xəttini çəkdirən Nobel qardaşları idi. O 1808-ci ildə var idi. Yadınızda saxlayın ki, onu Nobel qardaşları çəkdirib. 27. Hı hı. 19-cu əsrin 80-ci illərində Bakı neft sənayesində fransız, bu da şeydir, Rothschild. Rothschild, bəli, fransız Rothschild. 28. Şimali Azərbaycan 19-cu əsrin son tarixinə aiddir. 19-cu əsrin sonu, aha. Birinci yerə çıxması. A-dır. Məsələn, bəli, birinci yerə çıxıbdı. Amma 20-nin əvvəlindən Amerika bizi qabaqlayacaq. Çünki 20-nin əvvəlində böhran baş verir. Ona görə onlar qabağa keçir. 29. 19-cu əsrdə Cənubi Azərbaycanda İlahati adlanırdı. İlatin bayaq dedik, elat sözündən Bəli, yadda saxlayın. bəli. İlat tayfaları. Bir dəqiqə bilməliyim. Tayfalar hər A-dır ki, Elatlar köçəridir axı. Oturaq olmaz. köçəridir. Bəli, elat köçəridir. Tayfalara hərbi xidmətə görə verilən torpaq olar. Mən onu hə. Oturaq Bildim. olan hansıydı? Oturaq tayfaların Var xüsusi idi. bir adı yox idi, elə oturaq tayfalardır. Amma elatlar köçəri maldarlar idi. Əvvəl dediyim, bəli. bunlar qoşunun çox hissəsini təşkil edirdi. Buna görə az vergi verirdi, imtiyazlı idi. Məsələn, xanlıq dövründə dedik ki, elatlarla maafların oxşar cəhəti odur ki, ikisi də imtiyazlıdır. Amma maaflar heç vergi vermir, elatlar az vergi verir. Xüsusi hüquqları var. 30-u oxu, Şəbnəm. Şimali Azərbaycanda mülkədarlar kənddə inzibati məhkəmə idarəçiliyindən kənar edildilər. Kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnamə ilə Neçənci ildə idi əsasnamə? 1800. 47-də Yox, 65. Bax, 41, nəyi? Məhkəməni 65-də. deyirsiz? Nə dedin? Ayşə, eşitmədim. Bir dedi. Hansını deyirsiz? Məhkəməni deyirsiz? Məhkəmənin nə əlaqəsi var? Burada deyir ki, Şimali Azərbaycanda mülkədarlar kənddə inzibati məhkəmə idarəçiliyindən kənar edildilər. Yəni polis məhkəmə hüququ alındı onların əlindən. Hansı islahata görə? 65. Sadəcə kəndli idarəsi haqqları qalır da əllərində. Yalnız əllərində torpaq hüququ qalır. Yox, 70-də kəndli isə idarəsi. kəndli idarəsin, yox, kənddə polis məhkəmə hüququ və inzibati idarəçilikdə iştirak hüququ əllərindən alınır bəylərin. Yalnız torpaq hüququ qalır. İslahatın adı kənd cəmiyyətləri haqqında islahatdır, Şəbnəm. Sən dedin kənd cəmiyyətlərini, eşitmədim. Bəli. Mhm. Dedim. Yaxşı, 31-dən Ayşə sən oxu, görüm. Çox yaxşı oxumusan. Oxumaq istəyirsən. Yaxşı 31-dən. hazırlaş, ha. Təbii ki. Hamınız hazırlaşın. Oxu Bəli. görək 31-dən. 19-cu əsrin ortalarında Şimali Azərbaycanda sənayenin inkişafını ləngidən səbəblər. Təkimçilik və azad işçi qüvvələrinin olmaması. Azərbaycan 19-cu əsrin ortaları. Xarici kapitalın ölkədə hökmranlığı. Baxım hansı variantda? Xarici kapitalın hökmranlığı. Suala bir də baxacağam. Ortalarında Şimali Azərbaycan sənayeni nə ləngidir? Niyə xarici kapital ləngidirdi ki, sənayeni? Əksinə kömək Onda edirlər.
münasibətlərin hökmranlığı və Bəli, müstəmləkə şeysi. bəli, olar, o olar. Amma xarici kapital əksinə gəlir, burada zavodlar, fabriklər açırdı. 32, 32. Rusiyada 1861-ci il və Azərbaycanın 1870-ci il əsasnamələrindəki oxşar cəhət deməli, kəndlərin torpaq satılması üçün bir dəqiqə, 1861-ci il Rusiyada çar kim idi? İslahatçı çar var Çar idi. Aleksandr, yox, Bəli. 2-ci Nikolay. Aha, gül kimi demişdin də Aleksandr, 2-ci Aleksandrdır. Aleksandr, hə. Demək, 1801-25 birinci Aleksandr, 25-55 birinci Nikolay, 55-81 ikinci Aleksandr, 81-94 üçüncü Aleksandr, 94-1917 ikinci Nikolay. Ən son çar 2-ci Nikolaydır. Və bu boyda çarların içində 1-ci Aleksandr ruslar üçün yaxşıdır. Çünki müharibələrdə qalib gəlir. Məsələn, İrana qalib gəlir. Rus-İran müharibələrini bilirsiniz də, Gülüstan müqaviləsindən nəticələnən o qalib gəlib. Sonra İsveçlə döyüşür, Finlandiyanı ələ keçirir. Həmişə bunları deyirəm. Sonra nə eləmişdi? Napoleona qalib gəlir. Hə. Pyotr da İsveçlə döyüşmüşdü. Şimal müharibəsi 1700-1721. Başqa da kiməsə qalib gəlir. Osmanlıya qalib gəlir, Buxarest müqaviləsi. Ölkədə nazirliklər yaradır. Yəni 1-ci Aleksandr da yaxşı idi. Pyotr qədər var idi deyə bilərik ki. Çünki Fransaya da qalib gəlir. Aha, 32-ni oxu. Burada onda dəqiqə şeydir, adı. Deyək ki, 61-ci il Şimali Azərbaycanda 70-ci il əsasnaməsindəki oxşar cəhət. Kəndlərin torpaqları satın alması üçün dövlətin vəsait ayırması. 70-də bizdə dövlət vəsait ayırırdımı ki, Aysu? Milyard dəfə demişik. Ayırmır, amma məcburi deyil, torpaq satın almalısan. Deyir, gedin alın, amma vəsait vermir axı. Vəsait verilən 1913 idi. Yox, 1912 idi vəsait verilən. 12, hə. Bəli, 12-dir. Kəndlərin feodal asılılığının ləğvidir. B-dir, B. Feodal asılılığın ləğvi. Sadəcə feodal asılılığı ləğv olunur da. Rusiyada amma borc pul verirdi, 49 ilə onu qaytarmalı idi dövlətə və həmin pulla gedib mülkədardan satın alıb şəxsi mülkiyyətinə çevirir torpağı. Amma Azərbaycanda borc pul verilmirdi. Azərbaycanın bu çatışmayan cəhəti idi. Bizdə borc pul verəcək 1912-13-də. O da ki, necə verir? Faizlə. Və az il, məsələn 20 illik və 6%. Amma Rusiyada faiz söhbəti yoxdur və 49 illik vermişdi. Yəni bu ayrı seçkilik eləyir də, bizi seçir. Biz müstəmləkəyə yaxın. 33-də. Onda 33-də cavab D-dir da, kəndlilərə torpaq satın almaq üçün vəsaitin verilməməsi. Bəli, 70-ci il islahat. Məsələn, burada biyar ləğv olunur. Bax, bunun özəl cəhətləri budur. Əslində 47-yə oxşuyur. Orada da 5 desiyatin torpaq verir 15 yaşına çatmışlara. Burada 15 yaşına çatmış şəxslərdir, orada 15 yaşına çatmış kişilərdir. Sonra 70-də biyar ləğv olunur, vergilər saxlanılır, mal cəhət çöpbaşı filan. Orada da vergilər saxlanmışdı, biyar da saxlanılmışdı. Bir də ki, burada deyir ki, gedin satın alın, nə ilə alırsınız özünüz bilərsiniz. Amma Rusiyada kömək eləyirdi. Başqa nə vardı, qoy görüm. Bir də torpağın 3-dən 1 hissəsi bəyin mülkiyyətində saxlanılırdı. Belə bir söz var orada. Amma bütün çatışmamazlıqlarına baxmayaraq 70-ci il islahatı burja islahatı idi da, yəni kapitalizmin inkişafına şərait yaratdı. Aha, getdik. 30 neçəyə çatdıq? 34. 34. 1868-ci ildə yaradılmış quberniya Yezavapol. 35. Şimali Azərbaycanda 1859-cu ildən quberniya mərkəzi olmuşdu Bakı. Bəli, çünki Şamaxıda zəlzələ olur. 36. Hə, bəli. Şimali Azərbaycan 19-cu əsrin 60-cı illərinə aiddir. Biyarın ləğvi 60-da ləğv olunmur. Biyar sırf 1870-də ləğv olunur. Hə. O zaman nə götürək? Əsasən mis istehsalı kimə məxsus idi? Bir dənə bu sual verim, yadımdan çıxmamış.
Mis Hı. istehsalı Bəli, hansı dövlətin şirkətlərinə məxsus idi? Gədəbəydə mis Rus, Rusdur. İngiltərə. Başqa fikirlərinizi alım. İngiltərə, sonra Səslərə deyildi. Siemens. Bəli, Siemens haranlı idi? İsveç, Aha, başqa fikirləri alım. İsveçrə deyil. öyle. O deyil. İngiltərə. Alman. Mis Müəllimə, istehsalı bayaq Almanlara deyirəm, məxsus. sən demək səsin bağlıymış. Siemens-i İngiltərə bilirdim. Siemens Almandır. Hə. Sonra Ayşədə görək hansında qaldın? 36-da. Hə. 60-cı illərin aiddir. Onda Yazıvetpolda tam həcmli şəhər özünün idarəsinin tətbiq edilməsi. Bu quberniya o deməkdirsə, yəqin odur da. Şəhər islahatı. Şəhər Bu şəhər islahatı axı islahatı. 78-dədir. Yox, bir dəqiqə. Necə ola bilər ki, Ha. Yazıvetpolda tam həcmli? Özü də ilk dəfə şəhər islahatı Bakıda keçirilib 78-də. Yazıvetpolda 92-dəndir. Mən elə bildim bu quberniyanı nəzərdə tutur ona görə. Tap görək. 19-un Onda 60-ları. B-dir. Belədir də, Siemens qardaşlarına məxsus misəritmə zavodu 1865-ci ildə Gədəbəydə tikilmişdi. Bir də orada Hə. 60-larda belə şey var. 1861-ci ildə Şəkidə ipəkçilik fabriki açılmışdı və bu Avropanın ən böyük fabriki idi. Bu Siemenslərin mis əritmə şirkəti isə Rusiyada ən böyük idi. 37-ni oxu. Baxmamısan ha, dedim təkrarlayım. Yo, qarışdırdım. Şimali Azərbaycan 19-cu əsrin 60-cı illər tarixçinin səciyyəvi idi. Mülkədarların torpaq və kəndlər üzərində hakimiyyətindən məhrum edilməsi 65-də. Bir dəqiqə. 60-cı il səciyyəvidir deyirsən, hansı variant? Kənd cəmiyyətləri. Torpaq və kəndlilər üzərində yox. Qoy başqalarına bax. Şamaxı quberniyasında kənd idarələrinin yaradılması. Şamaxı quberniyası var idi 60-larda. Hə, D. Yox, sual verirəm. Şamaxı quberniyası var 60-larda. Yoxdur ki. Yoxdur, çünki 59-da zəlzələdən sonra yoxdur. Bakıya Bu köçürdü. deyirsən. Mülkədarların kəndlər üzərində polisi. Hə, budur da, kənd cəmiyyətləri. Yadında saxla. Hə, Kənd cəmiyyətləri haqqında. 65-də. 37-ni dedin. İndi növbətçisidir. 15-15 oxuyuruq. 38. Mən 31-dən başlamışam, hə. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanda neft sənayesi və mis sənayesi üçün oxşar cəhət, xarici kapitalın əsas yer tutması. Bəli, sırf neft və misdə elə idi. Amma bizim yerdə olan hansıdır? Balıqçılıq, pambıqçılıq. İpək. İpəyin adını görmədim. Keçən dəfə də ipəyi dediniz, amma tapamadım. Yerli kimi. Şəkidə zad deyil, ipək Zaqatala Şəki. Bilirəm. Onsuz o mənada demir ki, bizim ərazidə. Deyir ki, orada xaricilər azdır. Məsələn, neftdə xaricilər çoxdur. O mənada deyir. Amma pambıqçılıqdır, balıqçılıqdır bu yerli istehsalçılar, məsələn, Tağıyev filan, onlar baxırdılar o işlərə daha çox. Xaricilər çox vəsait qoymurdular o sahəyə. Aha. 39, 70-ci illərdə Şimali Azərbaycanın neft sənayesinin inkişafına təkan verən əsas amil iltizam sisteminin ləğv olması. Bəli, bu düşmüşdü imtahanı. Çox asan sual kimi düşmüşdü. Asan da, umarım bizə də bu düşər. İnşallah. Bu neçə dəfə düşəcək? Başqası düşərdi. Ona yenə təkrar da. Nə deyirsən Məryəm? Yenə təkrar oxumasın da imtahanda da. Ay da yaxşı. Bir dəqiqə, uşaqlar söz deyirəm. Neçə saatlıqdır test işləmə? Biz 19-cu əsrdə ümumi tarixi də işləməliyik. Ya. Bir. Sabah axşam sizə sınaq atacağam. Olar. Amma saat çoxluq qəbullar.
şeydir, qalanını işləyərik də. Biz evdə lap 19-u da işləyirik. Çünki Məryəmlə mən çıxacağıq, ona görə deyirəm. Siz çıxıb evdə Müəllimə, istəyirsiniz, amma bunlar qalar Hə, da. hə. Ay, özünüz işləmirsiniz. Bax, mənə məcbur eləyirsiniz ki, belə qalaq da mən nə eşidim. dedim ki? Çünki mən narahatam ki, siz bilmirəm işləyəcəksizmi, gedib necə yazacağız. Aha, ona görə Sabah atanda şey, sabah indi atanda yenə belə səsli danışacağıq, yoxsa hə də elə dünənki özü? kimi 1 saat vaxt Onda verəcəm. Sınağı işləyirsiniz, sonra da izah eləyirəm. 9-un yarısında atsaz olar sınağı, çünki mən evə çatmıram. Olar. Uşaqlara uyğundur. Məryəm uyğundur Belə sənə? onlayn eləyəcəyik. Yox, Hə. axşam günorta gələsiz, o heç. Amma axşam da sınaq atacam. Yəni onlayn olacaq. Hə də, Hə. onlayn, hə, dünənki kimi. Uyğun deyil 9-un yarısı. Aha, yenə business lady Məryəm xanım. Uyğun deyil heç bir saat. Məndə çünki mən 8-də evə gəlib çatıram. 8-də gəlib çatan kimi də şey eləyəmirəm də. Məryəmə saat neçə Yazır. uyğundur görək. Mən 9-da çıxmalıyam. 8-də Aysu evə çatır. Onda Aysu 8-də başlayaq da sabah. Bəs bir dəqiqəyə, bir dəqiqə. Nə 1 saata Məryəm Olmur. işləsin. Bizim 7-də coğrafiyamız var. 7-də coğrafiya var. Bəli, Hə. hətta Onda biz belə eləyək. sabahlarım saat neçədə gələcəyik hazırlığa? 7-nin yarısı hazırlıqdan çıxanda 7-yə ofisinə çatmırıq. 3-ün yarısı da bala. Sabah 3-ün yarısı deyilmi? Məndən sabah öz dərsimizdən əlavə 1 saat oturaq, sınağı işləyək də, bir də axşama salmayaq. Nə deyirsiniz? Əksinə elə yorularsınız, Axı bizim Aysu. coğrafiyamız var. Bizə Bunlar- sınav Yox, atın. bəs müəllim demədi, qabağa çəkdik axı biz şeyi. Və biz gəlib evə dərs oxumalıyıq. Ayşə, mən bu günlərim sabahın tarixini oxuyum, sabahlarım da evə gəlib coğrafiyanı oxuyum. Bildim, bəs sabah biz 2-nin yarısı gəliriksə, maks neçədə çıxacağıq? 3-ün yarısıdır, 3-ün. Aysu, ən yaxşısı budur. Günorta gəlirsiniz, Aynen, dərsinizi bəs- soruşan, axşam da sınağı atıram, всё. Mən çatmıram, bilmirəm. Onda Məryəm, siz 8-də ataram. Başlayarıq. Sən də nə vaxt gələrsən, onda qoşularsan. Olarmı elə? Müəllim, biz 8-də dərsdəyik. 8-də dərsdədirlər. Adı alınmır da görürsüz. Onda Neyse, 3-ün orta yarısı olaraq. gəlməyək. Xeyr, elə Sabahda şey bir yoxdur. saat tez Mövzularınız gələk. qalır. Hə, daha tez gəlirsiniz. Hə, 1 saat tez Nəysə, gələk. bu işləyək, sonra yazışarıq da, danışarıq. Vaxtımız gedir. İndi qızlar çıxacaq. Yaxşı, Oxu görək. tamam. 40 oxuyuram. Bəli. Hə, 60-cı illərlə başlayaraq Şimali Azərbaycanın neft sənayesinin sürətlə inkişaf etməsinin səbəbi dəqiqə. Məcburi əməkdən geniş istifadə yox, olunması deyil. Y-dir. Sürətlə inkişaf etməsinin səbəbi dünyanın neftdən sənaye miqyasının, hə, bəli. Neftə ehtiyac çoxalır deyə ona görə bizdə də inkişaf artır. 41. Bəli. İkinci yarısında Cənubi Azərbaycanda qapı pulu vergisi ödənilirdi. Qapı pulu sənətkarlıq məmulatlarına görəmi? Yox, sənətkarlıq deyil. Heyvanların sayına görə. O baş puludur. Heyvan demişdik, 5 baş qoyun, 3 baş inək. Onda Sudan istifadə istifadə adətən bəhrə olur. Otlaqdan istifadədir. Otlaqdan istifadə. Bax, bilmirəm siz tərəflərdə elədirmi? Rayon yerlərində həyətə qapı deyirlər, bilirsən? həyətə Qapıda, qapı. məsələn, qapıda Amma həmin qapısı olar, müəllim. Qapısız Deyilir. həyət elə olar. yox, mətləb. Qapı həyət baca mənasında işlənilir. Məsələn, həyat deyəndə Hə, deyirlər. Məsələn, bəli. həyətə Yəni qapı ondan. deyirlər. Məsələn, filan kəs qapıda gəzir. O demək deyil ki, qapının üstündə gəzir. Qapı həyəti nəzərdə tutulur. Qapı pulu Bəlkə mən olmayanada. dəli deyəcəm. Bəli. Nə deyirsən mətləb? Heç mən Qapı pulu yəni həyət baca pulu da.
Aha, ay soxu 4 dənə tez ol. 45-də bəyəm. Yaxşı. Uyğunluq gözlənilmişdir. Sipahilər üsyanı olub Çində yox, Hindistanda. Babillər hərəkatı baş verir Şimali Azərbaycanda yox, Cənubda. Sənaye çevrilişi ilk dəfə baş verib ABŞ-da. Yox. Tənbəki üsyanı olub Cənubi Azərbaycanda. D-dir. Bəli, tütün və tənbəki üsyanı neçənci ildə olmuşdu? Talbota qarşı. 70 1891. 98-də 98-də taxıl inhisarına qarşı idi. İlk Hə. anti-imperialist ha, o 91 yadda saxlayın. Aha, 40 çoxu görək. Şimali Azərbaycanın 1870-ci il kəndi islahatına aid deyil. Bir dəqiqə, Aysu, dünyada ilk yox ha, Cənubi Azərbaycanda ilk anti-imperialist. Hə. Yəni Tamam. dünyada o qədər elə üsyanlar var ki, yəni imperiya əleyhinə də, işğalçılar əleyhinə deməkdir. 43. Bir dəqiqə baxın. Ay, deyil. Bir yarım pulla əvəz edilməli. Yox, A-dır. Sahibkar kəndlilərinə 5% yaran torpaq. 5% verirdi da. Sadəcə 5-dən artıq olanda kəsib götürürdü. Digərlərinə bax. Yox, bax, hilə eləyiblər, bir damcı hiləni bilmədin. B Bir yer ləğv olunur da. B-dir, ay bala. Şamaxı quberniyası yoxdur 70-də. 59-da demədik mi Şamaxı quberniyası ləğv olur. Hə, düz. Özü də evə verəndə deyirsiniz ki, müəllimə, bəli, işlədik. Hamı işləyibsənsə əzbərləmiş olardın. 44-ü deyil. 70-ci il saat üçün səciyyəvi deyil. Dərbənd quberniyasının sahibkar. Dərbənd 60-da ləğv olunur axı. 60-da ləğv olunur, bəli. Onda A-dır. Bəli, A-dır. 45. Bəli. Onu da mən oxuyuram. Oxu, dalınca Məryəm oxusun. Məryəm çıxacaq birazdan. Şimali Azərbaycan 1973-cü aha. Vahid kənd idarəsinin yaradılması. 70-ci illərdə Vahid kənd idarəsi. Vahid kənd idarəsi 1865-ci ildəki islahatdır. Kənd cəmiyyətləri haqqında olan islahatdır. Sən düz Kəndlərə demədin. torpağını satın almaq üçün hüququn verilməsi. Bəli, satın almaq hüququ verilir, amma vəsait verilmir. Hə, bəli. Bax, bir yer ləğv olunur, 5% torpaq verilir, 5-dən artıq olanda kəsib götürülür, sahibkar kəndlilərinə aid idi, müvəqqəti mükəlləfiyyətli olurdular və s. Amma vəsait deyirdilər get satın al, amma vəsait vermirdilər. 1870-ci il islahatıdır. Məryəm oxu 46-dan 15 gələndə neçə eləyir? 50-yə qədər oxuyacağam. 50 nəysə oxuyuram. Hər gün riyaziyyat keçirsən. Oxu. Məryəm, hər gün riyaziyyat keçirsən, 46-ın üstü 15 gələnmirsən. İnanırsınız, Allah yuxudan durmuşam. Özümdə deyildim. Oxu görək. Nəysə. Şimali Azərbaycanın 19-cu əsrin 60-cı illər tarixinə aid deyil. İrəvanda şəhər özünü idarəsinin tətbiq edilməsi. 60-cı illər, 1860. Elə şəhər özünü idarəsi elə Bakıda 70-də yaradılmışdı da, hə? Necə İrəvanda ondan əvvəl ola bilər? Bəli, ümumiyyətlə şəhər idarəçiliyi 78-dən başlayır. Deməli bu səhvdir, elə. Bəli, budur. Şimali Azərbaycanın 19-cu əsrin 70-ci illər tarixinə aid deyil. Deməli, əhalinin bütün təbəqələri üçün ümumi məhkəmələr 70-ci illər deyil. Bu 66 deyildi. Bəli, doğrudur. Məhkəmə sənədi 66-dır. Bəli. 1878-ci il Bakıda tətbiq edilən şəhər öz idarəsi haqqında əsasnaməyə görə Bakı şəhər dumasına seçilmə hüququ kimə verilirdi? Əmlakından asılı olmayaraq bütün şəhər əhalisinə. Yox, bu səhvdir. Yalnız müəyyən əmlaka malik olan kişilərə. Hə, bu düzdür də. Nəyisə olmalı idi, daşınmaz əmlakı falan. Sonra 1878-ci ildə Bakıda tətbiq edilən şəhər öz idarəsi yenə deyir. Şəhər idarələri seçkilərdə əmlak senzinin tətbiqi ləğv edildi. Dumanın tərkibini çar təsdiq etməlidir. Dumalara seçkilərdə qadınların iştirak etmə hüququ yox idi.
Budur da, hə, çünki yox idi. Bəli, qadınların iştirak etmə hüququ yox idi. Mhm. Hansı var? C Şimali variantı. C, bəli. Hə. Şimali Azərbaycan neft sənayesində azad muzlu əməkdən istifadə olunmaya başladı. Kəndlilərin məcburi əməyi ləğv olunduqdan sonra bu 64-də idi. Məcburi əmək bəli 1864-dür. Balaxanı idi yoxsa Bibi Heybətdə? Bibi Heybət idi. Bibi Heybətdə 48-ci ildə ilk dəfə buruq qazma üsulu idi axı məncə. Balaxanıda Hə. kəndlilərin əməyin ləğvi idi. Bəli. Mhm. Balaxanıda neft sənayesində azad muzlu əməkdən istifadə olunmağa başlandı. Elə bayaq dediyimizdir də. Hə. Hə, kəndlilərin icbari əməyinin ləğv olunması Bəli, nəticəsində. 64. 1864. Göstərilənlər nəticəsidir. Neft yataqları hərraz yolu ilə satışa çıxarıldı. Bu sahəyə kapital qoyuluşu artdı. Bu 72-dəki şeydir də. Baxın, muzlu əmək. Yox, bu deyil. Y-dir. İltizam sistemi ləğv edilirdi də. Neft hərrac bəli, iltizamın nəticəsi inkişafdır. Düz. Hı -hı. 53. İltizamın ləğvinin nəticəsi. Bəli. Uyğunluğu müəyyən edin. Hadisə Çar hökumətinin 19-cu yüzilin 90-cı illərdə qəbul etdiyi şəhər əsasnaməsi, nəticə Bakıda ilk dəfə şəhər özünü idarəsi. 90-cı illər deyil idi, səhvdir bu. Hadisə 1870-ci il 14 may islahatının keçirilməsi nəticəsində dövlət kəndləri arasında təbəqələşmənin dərinləşməsi, sonra komendant idarə üsulunun ləğv edilməsi nəticəsində Çar 1-ci Nikolayın bəy və ağalarla bağlı reskript imzalanması, 19-cu əsrin 40-cı illərində məhkəmə islahatının keçirilməsi. Məhkəmə islahatı 64-də dedik, 66-dadır da. Əslində 40-da da var, amma 40-da belə idi ki, adi cinayətlərə hərbi məhkəmələrə baxırdı. Dini məhkəmələr kəbin və talaq işinə baxırdı. Yəni belə Bəli, o da məhdud idi də. Bəli. Sonrakənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnamənin qəbul edilməsi nəticəsində seçkili orqan olan vahid kənd idarəsinin yaradılması. Bu 60-70-lərdə olandı. 65-də. Kənd cəmiyyətləri 65-dədir, 65. Ona əsasən bəylər kənddə inzibati idarəçilikdən uzaqlaşdırılır və kənd idarəsi meydana gəlir. Seçkili orqandan vahid kənd idarəsi yaranır. Bəli, düzdür. C variantı. Şimali Azərbaycan 19-cu əsrin 80-ci illərinin birinci yarısı tarixinə aiddir. Beynim qaçdı. 1880-dən 5-ə qədər Yelizavetpolda tam həcmli şəhər özünü idarəsinin tətbiq edilməsi. Bu dedik 90-larda idi bu. Yelizavetpolda tam həcmli şəhər özünün idarəsi 90-lardadır, bəli. Hə, onda bu getdi. Qalakənd mis əritmə, mis saflaşdırma zavodu bu 83-dədir də dedik. Bəli, 83 düz. Hə, bir də 83-də şey var idi da, hə, Bakı. dəmir yolu. Bakı-Tiflis dəmir yolu, bəli. Hə, 80-də isə yük dəmir yolu idi neft müəssisələri arasında. Bəli. Və 83-də bir də teatr binası tikilirdi Bəli, deyəsən. 83-də teatrdır. 73-də isə ilk dəfə 73-də teatrın göstərilməsi. Bəli. Opera da 1908-də idi. Bəli, ilk opera 1908-də Leyli və Məcnun Üzeyir Hacıbəyevin. Bəli. 55. Deməli, Çar Rusiyasının zadəgan orduları istisna olmaqla müsəlmanlar hərbi xidmətə çağırılmırdılar. 1887-ci il Rusiya hökuməti hərbi xidmət əvəzinə kəndlilərin üzərinə yeni hərbi vergi adlanan əlavə mükəlləfiyyət qoydu. Bu, orduya çağırış yaşına çatmış gənclər üzərinə qoyulmuş hərbi vergi idi. Azərbaycanda köçəri kəndlilərin oturaq həyata keçməsinə çalışırdı. Özünün sosial dayaqlarını burada şeydir də, D-dır. Hərbi işi bilməmizi istəmir. Dəmir, düzdür. 56. Bəli. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycan qolçamağa çevrilir, Astropolda
Yaşamış kəndlər artıq başqalarının da torpaqlarını icarəyə götürür, təsərrüfatlarında yoxsul kəndləri işlədir. Onlar nə vacib ödəyirlər? Mətndə bəhs edilən iqtisadi dəyişikliklərə şərait yaratmışdır. Sahibkar kəndlərə ilk dəfə 5 desiatın torpaq sahələrinin verilməsi. Sahibkar kəndlərə onlara verilmiş budur da, çünki alırdılar, pulu olanlar alıb qolçamağa çevrilirdi. Yerdə qalanlar da yəni olduğu kimi qalırdılar, pisləşirdi vəziyyətləri. Şimali Azərbaycanda 1870-ci Hansını il kəndli götürdün? 56-ya. Bəli. Bəli. Şimali Azərbaycanda 1870-ci il kəndli islahatına aid deyil. Bakı quberniyasının sahibkar kəndlərinə aid edilməsi. Belə şey var idi. Əgər Bakı quberniyası varsa, deməli islahat Bakı quberniyasına aiddir də. Sadəcə düşünməlisən ki, Bakı quberniyası var idimi? Yox. Yox Var idi da. var idi də. Deməli düzdür. Bu düz cavabdır. Əgər Bu yazsaydı aid Şamaxı quberniyası, onda səhv idi ha. Çünki Şamaxı yoxdur 70-də. Aha, bəli. Elizabetpol quberniyasında sahibkar kəndlərə 5 desiatın torpaq verilməsi, bu var idi. Şamaxı quberniyasında kəndlilərin malcəhət vergisini ödəməsi. Kəndliyə öz pay torpağını satın alıb xüsusi mülkiyyətinə çevirmək hüququnun verilməsi, bu var idi. Kəndlərin feodaldan asılılığına son qoyulması. Bu feodal deyəndə polis şeylərini deyir, o Çox ləğv olunur fikirləşmə, deyə. Məryəm. Sən mənə qulaq asmırsan elə bil. Cavabı mən demişdim əslində, sən demədin. Bəli, Şamaxı ləğv olunur axı. Şamaxı yox Bəli. idi o. Demək səhvdir bu cümlə. Belə Sonra hilələrdə çaşmayın. Orada quberniya adı çəkir, amma həmin quberniya həmin vaxtı yoxdur. Onda deməli o cümlə səhvdir. Aha, 58. Şimali Azərbaycanda 1847-ci il kəndli əsasnamələrinin 1865-ci il kənd cəmiyyətləri ictimai idarəsi haqqında əsasnamədən fərqi. Deməli, bəylərə kəndlər üzərində polis və məhdud məhkəmə hüququnun verilməsi var idi da 47-də. Bəli, verilmişdi. 47-də verilir, 65-də alınır. Bəli, onda A da elə cavab. Bəli. Şimali Azərbaycan 1870-ci il 14 may əsasnaməsinin 1947-ci il kəndli əsasnamələrindən əsas fərqi Şamaxı quberniyasında kəndlilərə öz pay torpaqlarını satın almaq hüququnun verilməsi, sahibkar kəndlilərin bəylərdən asılılığının rəsmiləşdirilməsi. Bakı quberniyasında kəndlilərə 5 desiatın verilirdi də 70-də, budur. Bəs 47-də verilmirdi ki, 5 desiatın. Verilir axı 47-də də. Verilir. Hə. Onda baxım, dövlət kəndlərinə töycü ödəmək şərti ilə belə bir şey yox idi məncə. Bəy bağların torpaq üzündə Sən əslində hüquqlarının C-ni düz tapmışdın, amma əsaslandıra bilmədin ki, niyə C-dir? C-dir. Mən elə bilirəm ki, 70-dədir bu 5 desiatın. 5 desiatın hər ikisindədir. Amma bir cümləyə fikir ver. Bakı quberniyası yox idi. Bəli. Ona görə 70-ci ilə aid ola bilər də o. 47-də Bakı quberniyası yoxdur, 59-da yaranıbdır. Ona görə o fərqdir. 60. Cənubi Qafqazda inzibati məhkəmə islahatı haqqında qanun verildiyi ildə, bu 40-cı ildir. Bəli, 1840. İndə şey deyil, bir dəqiqə, birinci tiryək. Bəli, 40-42 birinci tiryəkdir. İkinci tiryək nə vaxt idi? İkinci 56-60-dır. Bəli, 56-60-dır. 50-64-də şeydir, taypinlərdir. Taypinlər. Bəli. Yaxşı, 61-də mətləb oxuyur da, mətləb qalıb deyəsən, hə? Bəli, bəli. Mətləb oxu görək. Mən müəlliməm link atanda çıxaram da onda. Bəli, hələ ki yatmayıb da yəqin. Çar 2-ci Aleksandrın kənd cəmiyyətinin ictimai idarəsi haqqında əsasnaməsinin təsdiq edildiyi il Amerikada. Dəqiq. Çar 2-ci Aleksandr. Yəni 1861-ci ildə Amerikada nə olub?
Hə, 1861-ci ildədir. Onun deməli Respublika Partiyası prezident seçkisinə qabaq İngiltərə yeni müharibə başladı, könül ləğv edildi. Qanun verildi. Mən burada vətəndaş müharibəsi başa çatdı olar da o Bir dəqiqə, ildə. kənd cəmiyyətlərinin ictimai Evet. dərəsi 65-dir. 65 Mən elə bilirəm, ha. təkmilçinin ləğvi deyil. Tam 65-i soruşursa, hə, vətəndaş müharibəsi başa çatır. Yaxşı, 62-yə bax. Amerikada quldarlığın ləğv edildiyi ildə Şimali Azərbaycanda Amerikada quldarlıq. Mən burada Zaqatala üsyanı baş verdi, düzgün gəlir bura. Bəli, çünki quldarlıq 1863-də ləğv olunub. Burada Üsyan da 63-də. 1863-də də Zaqatala üsyanı. Bəli, 63. Şimali Azərbaycan 19-un 70-ci illərin sonrası tarixinə aiddir. Dərbənd quberniyası yaradılması, Qafqaz Nazirliyinin yardımı və ləğv edilməsi, şəhər sınavı başı tətbiq etmə, neft sahəsinin insan sisteminin ləğv edilməsi. Mən burada Dərbənd quberniyası olmaz. Şəhər əsasnaməsi ilə Bakıya tətbiq edilməsi olar. Bəli, 78-dədir şəhər əsasnaməsi. Bəli. 64. Şimali Azərbaycanda 1847-ci ildə kəndi əsasnaməsi ilə 1870-ci ildə əsasnamə ilə oxşarlı, 14 may əsasnaməsi ilə oxşarlı dövlət şəhər bir ildən başqa yekunluqalı Sabilə kəndi üzrə polislər. Mən burada A olardı, çünki ikisində də başqa yerə köçürülmə icazə verilmirdi də. Axı dövlət kəndlərinin elə bir şey yoxdur axı məsələn. 1853-də deyil. Yoxdur. O bir yerdən İslahat- başqa yerə köçürmək Bəli, o qadağası. 1853-dədir. Özü də bu islahat dövlət kəndlərinə aid deyil. Hamısı sahibkar kəndlərinə aiddir. Ha, onda burada şey olar da, kəndlərin torpaq sahibinə malcəhət vergisinin ödəməsi. Malcəhət var idi. Malcəhət var idi. Büdcə 70-də bir yarı ləğv eləyirlər. 65. Şimali Azərbaycanda 1847-də kənd əsasnaməsi ilə 1870-ci ildə 14 may əsasnaməsinə aid oxşarlı bir yerdə başa düşür. Böyle bir şey var. Bir şey istədim. Amma burada kəndlər 5 desiyatin torpaq sahəsinə Bəli, hər ayrılması ikisində 5 desiyatin var. Amma bu Bəli. islahatlarda dövlət kəndlisi səhvdir ha. Çünki bu islahatlar sahibkar kəndlisinə aiddir. Bəli. Məsələn, kəndlərin feodal azad edilməsi sırf 70-ci ildədir. Sonra polis idarə üsulunu həyata keçirmə hüququ 47-dədir. Sonra Bakı quberniyası da ki 47-də yox idi. Ona görə bu oxşarlıq ola bilməz. Əgər yazsaydı quberniyalarda malcəhət ödəyirdilər, o düzdür. Amma sırf Bakı sözünə görə düzgün deyil. Çünki 47-də Bakı quberniyası yox idi. 66. Azərbaycanın 1870-ci ildə 14 may kəndi islahatının, Rusiyada 1860 kəndi islahatının ümumcə kəndlərin torpaq sahəsinə vəsait verilmə. Dövlət kəndlərin ictimai torpaq sahibkar kəndlərə polis məhkəməsi kəndlərə aid olması. Deməli, burada sahibkar kəndlərə aid olması olar. Demək, 70-ci 14 may kəndi islahatının Rusiyada 61-ci il kəndi islahatı ilə ümumi cəhətinə sahibkar kəndlərin hansı variantı götürürsən? D. Bəli, düzdür. Sahibkar kəndlisi idi Rusiyada da. Azərbaycanın 1870-ci il əsasnaməsi ilə Rusiya 1861-ci il əsasnaməsinə aydınca status müəyyən müddət sahibkar dövlət şəhər feodalısının azad edilməsi, dövlət kəndlərin torpaq almaq üçün dövlətçilərin 5 il ərzində geri qaytarılmasına nəzərdə tutması, verilən pay torpağın kəndlər keçməsi, sahibkar kənd polis və məhkəmə. Mən burada A ola bilər. İslahatdan sonra müəyyən müddət bəli, hər ikisində müvəqqəti mükəlləfiyyətlilik davam edirdi. Bir yer ləğv olunsa da, amma müvəqqəti Azərbaycanda 1912-ci ilə qədər kəndlilər mükəlləfiyyət daşıdı uşaqlar. Rusiyada isə 1881-ə qədər daşıdılar mükəlləfiyyət. Rusiya 1861-ci il əsasnaməsi, Azərbaycan 1870-ci il əsasnaməsinə ümumi cəhət. İndi mənə dövlət kəndlərin feodal asılından azad edilməsi bu deyil. Sahibkar kəndlərin feodal asılından kəndlər torpaq almaq üçün vəsait ayrılması, verilən pay torpaq kəndlər mülk, kəndlər üzrə polis məhkəmə hüququ alınması. Burada kəndlər mən burada sahibkar kəndlərin feodal asılından azad edilməsi olar. Bəli, mütləq sahibkar götürəcəyiz və feodal asılından ləğv olunma deyəcəyiz. 69. Şimali Azərbaycanda 1859-1868-ci illər tarixinə gələn hadisələr.
İndi mən 59-68 Şamaxı Cəzaçəkmə Çanışının ləğv edilməsi, Komenda İdarə Üslubu Şam quberniyasında Zaqatala üsyanı məhkəmə islahatı 63-38 Zaqatala üsyanı götürüldü. Yəni Bakı Budur da. Yazıcı quberniyasının yardıma Yazıcı quberniyası baş şəhər duması. D. Mən burada Bakı və Yazıcı quberniyasının Bəli. yaradılması olan. 59-da Şamaxıda zəlzələ olur, Bakı yaranır. Hə. 68-də də Yelizavetpol. 70. Bəli. Şimali Azərbaycanda 1866-cı il və 1878-ci illər tarixinə uyğunca hadisə Zaqatala üsyanı baş Mövzuları verməsi və oxumuşdum. hansılar? Yəni bu 19-cu əsrin ikinci yarısını təkrarladın mı? Təzədən bir də. Bəli. Oxu ha, bax möhkəm oxu. Hələ görmüsən Bəli. arabca yazmısan. Hə, oxu görək. Zaqatala üsyanının baş verməsi və məhkəmə islahatının keçirilməsi, rəftar sisteminə ləğv ilk elektrik dəmir yolunun çəkilməsi, Bakıda ilk yağ zavodu inşa edilməsi, Qalakən mis zavodu inşa edilməsi, İranda idarəsinin tətbiq edilməsi, məhkəmə islahatı baş əsaslarının tətbiq edilməsi. İndi deməli, bir dəqiqə, məhkəmə islahatı baş 66-78-ə uyğun. Mən burada məhkəmə islahatı və Bakı şəhər özü idarə haqqında əsasnamanın tətbiq edilməsi olar. Bəli, hansı variant ki? Demək, 66-da Yeni. məhkəmə islahatıdır, 78-də də şəhər islahatı Bakıdadır. Amma 92-də Yelizavetpol və digər şəhərlərə də aid olunur. Bir də məhkəmə islahatı ən mütərəqqi idi. Burada məhkəmələr açıq keçirilirdi, sonra silki məhkəmələr ləğv edilirdi, vəkillər iştirak edirdi, tərcümə edirdilər. 71. 19-cu əsrin 70-ci illərində Bakı və Tiflis arasında birbaşa teleqraf xətti çəkildi. Cənubi kəndlər Dolquş və burada huzur istifadə edilmişlər. Təbrizdə Zeynəb Paşa Konstitusiya üsyan baş verdi. Mən burada Bakı və Tiflis şəhəri birbaşa teleqraf xətti ola bilər o vaxt Yox, o dövrdə. teleqraf 64-68-dir. Zeynəb Hə. Paşanın üsyanını 90'larda değil o. Zeynəb Paşa Zeynəb Paşa 98-dir. 98-dir. Mazut Konstitusiya adını almış müştərək müqavilə. Aha, Odur. cavabdan başqa hamısını deyəcəklər. Onda C. C-dir. Şimali Azərbaycan neft sənayesində buxar mühərriklərinin istifadəsi neçə idi? 70 neçə? 8. 73 idi, 73. Hə. 78 Bax, nə idi bəs? Bakı və 78 neft kəməridir, tankerdir. 80 də ilk dəmir yoldur neft müəssisələri arasında. Məsələn, Bakı və Tiflis şəhəri arasında birbaşa teleqraf 64-68-dir, 1800. Cənubi Qafqazda dövlət kəndlərinin torpaq quruluşu haqqında bu 1900 və 1903-də var idi. Demişdik, dövlətə aid olan bircə buydu. İcma torpaqlarının nəsil istifadə. Bu odur. Sonra C-ni götürdük zaten. Mazut Konstitusiyası da 1904-dədir. O ilk çıxışlar baş verir, tətillər, nümayişlər, dalınca Mazut Konstitusiyası. O D-dir cavab. D başqa şeydir. Zeynəb Paşa da 1898-dir. Bəli. Müəllimə Səttar xan. Səttar xan 1905-11-dir. Hə. Orada Cənubi Azərbaycan. Bəsrötə hərəkatı Cənubi Azərbaycanda, bəli. Konstitusiyanın qəbulu, parlamentin çağırılması, bir də xarici məmurlara qarşı üsyan idi, amma yatırılır axırda. Yəni muxtariyyət yoxdur ha orada. İlk dəfə muxtariyyət tələbi 1917-də Xiyabaninin hərəkatındadır. Aha, 72-ni oxu, mətləb 75-ə qədər oxursan da. Bəli. Şimali Amma- Azərbaycanda 19-cu əsrin Mətləb 70-ci çox oxudu elə bil, hə, uşaqlar? Yo, 76-ya kim Yox. oxumalıdır da? 61-dən Aha, oxuyursa. 75-ə kim Nefli oxuyacaq? Aha. torpaqların xərac yolu ilə ayrı-ayrı şəxsə bir dəfə satılması başlanıldı. İndi xəracla ayrı-ayrı şəxsə bir dəfə satılma və yarışı edilməsi ilə başı iş olur. İnsan sisteminin ləğv olunması ilə mən insan sisteminin ləğv olunması ilə olar. Bəli, Torpaq satılmağa 1872-də başlayır tüzəm sistemi ləğv olur. Ondan sonra artıq hərracla, auksion deyirlər də ona. Ondan satılır torpaqlar. Ondan sonra Tağıyev, Murtuza Muxtarov, Şəmsə Sədullayev kimi milyonçular meydana gəldi və neft sənayesi Bəli. daha çox inkişaf etdi. 73. Şimali Azərbaycanda 19-cu əsrin 70-ci illəri əvvəlinə tarixinə aiddir.
Yer sahibkarı neft quyularının qazma sahəsində intisar rüsumunun verilməsi, neft ilk dəfə muzlu əməlin tətbiq edilməsi, neft sahəsində iri intisar birliyin yaranması, intisar verilmə başlanması, neft xərc olan ayrı şəxslərə bir dəfə satılmağa başlanması. Elə müəllim, burada ayrı-ayrı şəxslər satılmağa başlaması olar da. Çünki satılır. 70-ci illərin əvvəlləri hə, düzdür, satılır. 74 Şimali Azərbaycanda 19-un 70-ci illərin sonları tarixinə aid dövlət kəndlərində icmal torpaqlarının nəzərə istifadə hüququnun verilməsi, sahibkar şəxsin müvəqqəti mülkiyyət azad edilməsi, verilən payı torpaq mülkiyyət haqqı ödənilməsi çəkilməsi, başqa seçki haqqında şəhər duması yaranması, dövlət kəndi birliyinin başqa yekun hüququnun ləğv edilməsi. İndi mən burada icmal torpağının nəzərə istifadə hüququnu verir. Bu olmaz. Dövlət kəndlərinin başqa yerə köçürülməsi belə şey yoxdur burada. Burada başqa seçkilər əsasında şəhər dumasının yaradılması şəhər olar. duması 78-dədir. Məsələn, dövlət kəndlərinin bir yerdən başqa yerə köçməsinin qadağanı da var əslində. 1853-dədir. Amma bu köçməni Bəli, amma dayandırılmadı. əməl olunmur, değil mi? Bəli, əməl olunmur, cəmaət köçürdü. Sonra haqqı ödənilmədən keçməsi bu yalandır, belə şey yoxdur. Sahibkar kəndlərinin müvəqqəti mükəlləfiyyət olmaqdan azad, o dedikdə 1912-ci ilə qədərdir müvəqqəti mükəlləfiyyət daşıyırdılar. Yəni yenə də bir ara çıxırdılar. Qanunda ləğv olunsa da cəmaət gedirdi bir ara. Sonra dövlət kəndlərinin icma torpaqlarının nəsil istifadə də 1900-cü il dövlət kəndlərinə aid olan islahatdır. 75-i də oxu mətləb. Cənubi Azərbaycanla bağlı uyğunluğu göstərilmişdir. 19-cu əsrin ortalarında rəiyyətə verilən torpaqlar xalça torpağı adlanırdı. Bu ola bilməz. 1990-cı illərdə kəndlərdə ilk dəfə xırdamaya adlanan torpaq payı verilmişdi. 19-cu 90-cı illərdə tənbəki üsyanı baş vermişdi. 20-ci əsrin əvvəlində manufaktura tipli müəssisə yaranma başladı. 19-cu əsrdə kəndlərə əksəri mülkiyyət torpağı adlanmaya başlandı. Burada kəndləri işlə xırdamayış adlanan torpaq ola bilməz. Xırdamayış yoxdur bu dövrdə. Burada tənbəki üsyanı baş vermişdi olar 19-un 40-ında, 90-da. 90-da tütün və tənbəki üsyanı olub, bəli, 91-dədir. Bu ilk anti-imperialist hərəkatdır. 98-də isə Zeynəb Paşanın üsyanıdır. Aha, Nuray oxuyur da, 76-dan Nuray başda görək. Amma nə vaxt qurtaracaq dərs? Nə vaxt qurtaracaq? Bunu da oxuyacaq, sonra 19-cu əsr dünyadan da oxuyacaq, sonra qurtaracaq. Mən bugün 1 saat deyildi. Müəllim, mən bunu oxuyub çıxaram da. 76-dan yəni oxuyub. Gedəsi yerim var, Nuray. Bəli, hazırlayım. Bax, hamısının dərdi çıxdı ortaya. Müəllim, bazar günü həmişə elə olur da, amma işin bazar gününə salır deyə belə qalır. Ay bala, imtahana 14 gün qalıb. Bilirik, müəllim, bazar günləri gün daha. Natiqin özü salıb, özü yoxdur. Harda day müəllim o? Natiq gedib paltar almalı. Özü dərs istəyirdi, özü yoxdur ortalıqda. Yaxşı, oxu görək. 76 Nuray. Oxu. Oxuyuram mən. Nuray oxuyur. Məsələn, tənqiddir. Uyğunluq gözlənilmişdir. Cənubi Azərbaycanda elatlar hərbi xidmət əvəzinə elat vergisini ödəyirdilər. Müəllim, elatlar hərbiyə görə ödəyirdilər ki, onu yox axı. Bəli, yanlışdır. Sonra Cənubi Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi baş pulu adlanırdı. Cənubi Azərbaycanda torpaqsız kəndlilər xırdamalik adlanırdı. 19-cu əsrin sonlarında Təbrizdə taxıl mühtəkirliyinə qarşı üsyan baş vermişdi. Bəli. Taxıl mühtəkirliyi 98-dir, o da əsrin sonudur. 77. Bəli. Cənubi Azərbaycanda daha əvvəl baş vermişdi. Zeynəb Paşanın başçılığı üsyan, Səfəbə üsyan, Xiyabanın başçılığı ilə Milli Hökumət tənbəki üsyanı, Pirşəvinin başçılığı ilə Milli Hökumət. Şəvəri nə? Müəllim, baş qalmır. Müəllim, burada şeydir. Daha tez olan hansıdır? Daha tənbəki üsyanı. Bəli, tənbəki 91-dədir. Zeynəb Paşa 98-dədir. Səttar xanım 1905-dədir. Xiyabani 1917-dədir. Pişəvəri 1945-dədir.
78. Azərbaycanda daha əvvəl baş vermişdir. Zaqatala üsyanı, Tənbəki, Cənubi Azərbaycan xarici torpaqların satılması haqqında fərman, Babillər hərəkatının yatırılması, İrəvan quberniyasının yaradılması. Burada İrəvan quberniyasının yaradılması da müəllim. Bəli. İrəvan neçənci ildə idi? 48-dir, yoxsa 49? 49. Hə, 49. 46-da Tiflis kifayəsi Dərbənd Şamaxıdır. Kifayət, bəli. 79. Cənubi Azərbaycanın 19-cu əsr 80-ci illər tarixi üçün səciyyəvidir. Vəqf torpaq mülkiyyətinin ləğv edilməsi, ilk dəfə Xırdamalik adlanan torpaq mülkiyyətinin yaranması, xarici torpaqların satılması haqqında fərmanın verilməsi, tiul torpaqların satılmasına icazə verilməsi, feodallara dövlət müqabilində ilahi torpaqların verilməsi. Burada şeydir də müəllim, bu xarici torpaqların satılması haqqında Bəli. fərman. 1880 neçə idi? 86. Cənubi Azərbaycanın 19-cu əsrin ikinci yarısı tarixi üçün səciyyəvi olan seçəcəyik. İlk Mişel Fəhlə tərəfindən dövlətlərin hərbi Babillər hərəkatının başlaması birinci deyil. Cənubi Azərbaycan 19-cu yarısı tarixi üçün səciyyəvidir. İkinci yarısı, bəli, başlaması 48-dir, 1848, birinci yarısıdır. Bitməsi olarmı səncə? Babillər hərəkatı 48-dən neçəyə qədər idi? 70 Yox, 52. 52 Yox, 70-ə də düşür. Ay müəllim, Hə, məsələn. müəllim. Hə. Mən bu sualdan sonra olar çıxaq müəllim. Çünki sabah bilsin nə qədər dərsim var. Mən düz 2 də hazırım var. İnsafsız kimi də dərs veriblər müəllim. Kimi deyirsən, insafsız? Müəllim, burada sizə söz Sabah atıldı. mənim dərsim var sənin. Təəssüf olsun. Deməkdən ki, müəllim, sağ olun. Özünüzü öldürürsünüz, bizdən ötürü çalışırsınız. Ki, biz yazaq. Gör nə deyir, görsən Nuray. Qulağım eşidir işte mən insafsız dedi. Yaxşı məsələn. Gələrsən Burada 5-ci. sizə söz atıldı. Bəli. 5-ci gün gələrsən məsələn. Sən quruq saçlarını mən qopardım, sən də bax. Amma mən sizə demirdim. Mən sizə niyə deyim müəllim? Sabah mənim dərsimdir, biri dərsin. Mətləb sən sabah görərsən. Yaxşı, məsələn 5-ci gün sən görərsən, gələrsən məktəbə yaxşı. Mən qulaq asın, mən deməli belə deyim də sizə. Hə, indi deməli, buyur. Vaxtınız Mən- ay bağlı, Mən- sən test oxumaq. Mən edəcəm. Amma riyaziyyat müəllimin deyirəm. Mən sizə demirəm. Mən riyaziyyat insafsızdır onu deyirəm. Yaxşı, yaxşı. Oxu görək nə var. Qazan xanın 1303 il fərmanı ilə Şimali Azərbaycanda 70-ci il kəndli islahatının keçirilməsi barədə əsasnamə arasındakı fərq. Ay, bu Qazanın da fərmanın Kəndliləri torpağa təhkim edib. etdiyi halda əsasnamə kəndlilərin bəylərdən feodal asılılığını ləğv etdi. Fərman kəndlilərin bəylərdən şəxsi asılılığını ləğv İmtahana etsə də düşmüşdü. Yadınızdadırmı? Qəbulların birində var idi bu. Vallah var idi. 2024 idi məncə. torpağı təhkim etdiyi halda əsasnamə kəndlilərin bəylərdən feodal asılılığını Ayda müəllim burada. Biri təhkim edir, o birisini eləyir. O da onun əksidir da. Biri təhkim edir, o birisini eləyir. Adı Fərman kəndlər ləğv torpaq təhkimindən əsasnamə kəndliləri bəylərdən feodal hərdən asılılığı ləğv edib. Bizdə təhkimçilik yox idi, amma torpağa görə asıllıq idi. Torpağa görə asıllıq da 70-də ləğv olunur. Elə bir torpağı icarəyə götürüb vergi verirdilər. Aha, 82. 19-cu əsrin 80-ci illərində Şimali Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi tədbirlər, ilk teatr binasının tikilməsi, buxar mühərrikinin Teatr mədənidir. Bəli, burada sosial-iqtisadi istəyir. Neft yasaqlarının ayrı-ayrı şəxslər dəhizət vaxt edilməsi. Sosial-iqtisadi yəqin ki, olar da müəllim, dəmir yolu ilə neft Bəli. Düzdür, 80-lərdə ilk dəmir yolu var idi da. 80-də.
Bəli, 19-cu əsrin 80-ci illərində Şimali Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi tədbirlər oxuya bilmədim. Şəkidə ipək fabrikinin işə salınması, Bələcəri Dərbənd Petrovsk dəmir yolu xəttinin işə salınması, Qalakənd misəritmə məsaflaşdırma zavodunun inşa edilməsi, ilk dəfə çəkilməsi. Bu şeydir, misəritmə misaflaşdırma Bəli. Siemens qardaşlarının Bəli, bəli. O da neçənci ilə idi? 80 neçə? üst idi. Bəli, 83-dür. Bax, Şəkidə ipək fabriki 1861-dir. Biləcəri də Petrovsk 1900-dür. Qalakənd misəritmə 1883-dür. İlk dəfə Balaxanda neft mədənlərində icbari əməyin ləğvi nə vaxt idi dedik? O da 1860 64. dördür. İlk Hə, teleqraf da 64-68-dir. Məryəm çıxdı qızlar, yoxsa burdadır? Ya buradayam. Burdasan. Elə bir bayaq qarşılıqda elə bildim ki, deyirsən çıxıram. 84-ü oxu. Yox. 19-cu əsrin 60-cı illərində yenə sosial-iqtisadi sahələrində dünyada kitabı qruplarının Bakıda kitabçılıq fabrikasının baxan mədəni kəndlərində 60-cı illərində icbari əməyin ləğvidir də müəllim. Bəli, icbari əməyin ləğvidir. Düzdür. 19-cu əsrin 60-cı illərində yenə sosial-iqtisadi Dərbənd Avropada Nuxa ipək fabrikinin əsasının qoyulması Surxonda neft burada ipəyə aid bir şeydir. 61 idi də. Bəli, bəli. Nuxa ipək düzdür. Aha. İqtisadidir də, nəsə bir fabrika açılır, orada insanlar gedib işləyir. Məsələn, Dərbənd Aha, quberniyası da bəli. 60-dır əslində, amma o inzibatidir, ərazidir. İnzibati. Bəli, ləğvi. İndi 86. uyğunluğu müəyyən edəkdir. Şimali Azərbaycan, Cənubi Azərbaycan. Belə formada düşür ha testlər. Aha. Deməli neft sənayesində iltisam sisteminin ləğvi. Yox. İlk rus məskənlərinin yaranması. Bu düzdür də müəllim. Bir də bəy ağalar haqqında reskript verilməsi. Bu reskript neçənci ildə idi? Və 46-cı il 6 dekabr reskripti. Bəy və ağanın hüququ idi. Onda müəllim bu düşür. Bu inancı gedir birinci şeyə Şimali Azərbaycana. Yeni yoxlayıram da müəllim. Cənubi Azərbaycana da Babillər hərəkatının başlanması. Bəli. Mhm. Müəllimə bir şey soruşa bilərəm. Bəli. 63-cü ildə nəsə var idi. 63-də Cavad Məlikovun Ağ neft zavodu var. Orada da neftdə ilk dəfə soyuducu sistemdən istifadə olunub. İlk ağ Bəs neft deyil. 62? Hə? 62 bəs. 62-də məncə yox idi. 63-də var. 62-də yadıma düşmür. Hə, yaxşı. Mhm. 87. 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycan, yenə Cənubi Azərbaycan. Federasiya müsbətlərinin ləğv edilməsi, bəli. Dövlət kəndlərinin köçmə hüququnun ləğv edilməsi, bəli. Biri ABG-dir. Cənubi Azərbaycanın xalisə torpaqların satılması haqqında fərman. Xalisə torpaqların satılması haqqında fərman var da müəllim. Bir də Babillər hərəkatının başlanması yox, bitməsidir. Zeynəb bu cənubdandır, hə. Zeynəb Paşanın başçılığı altında üsyanın baş verməsi. 98 bəli. Elə şeydir də, birə AB-dir, ikiyə AC-dir. Bəli. 88. Şimali Azərbaycan, Cənubi Azərbaycan. Rəhbərsin məğlumuz kəndlərin ədəb verginin alınması, kəndlərə pay torpağını satın alıb, mülkiyyətini çevirmək hüququnun verilməsi. Bu kəndlərin hərbi verginin alınmasıdır kəndlərdən. Mhm. Birə gedir B, ikiyə də iqtisadiyyata xarici kapitalın nüfuz etməsi gedir, tənbəki üsyanının baş verməsi. Bəli.
bu da var. Birə 2'ye yalnız AB, B-ni götürürsən. Birə bəs 1'e A. 2-yə AB-dirsə, onda elə də gedə bilərsən. BC yoxlaya bilərəm bu Aha, 1'e BC bəli, bəli. olanı. Onu yoxla. Kəndlərə pay torpağını satın alıb xüsusi mülkiyyətinə çevirmə hüququnun verilməsi. O Onda hansı bu da var saatdaydı? da. Hani. 70-də idi da, Nuray, demədim. Deyir ki, Hə, gedin bəli, alın. bəli. Amma vəsait vermir, odur. 1-ə BC, 2-yə də AB dedin, elə AB, mi? bəli. Bəli. Hayki Qafqalılar tənbək üsyanı da olar, bəli. 19-cu əsrin 60-70-ci illərində Şimali Azərbaycanda həyata keçirilmiş islahatlar, inzibati Qafqaz canisin yaradılması, Yezavit quberniyasının yaradılması, Şamaxı quberniyası, mərkəzi Bakıya köçürülməsi. Birə C getmir. Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülməsi nə vaxt idi? Şamaxıda 59 zəlzələ. ildə. Yox, zəlzələ olur, amma sonra Bakıya nə vaxt köçürülür? 59-da olur, amma 59. elə həmin il köçmür, 60-da köçür. Onda deməli Hə. C-ni götürürük. Onda müəllim bu Yezavitpol quberniyasının yaradılmasını götürürük. 68 idi də. Bəli. Bir də Aha, C-ni götürürük. birə B gedir. B, C-ni də götür də. Çünki Bakıya köçürmə demədikmi 60-dadır. Ha, İnzibatidir. götürürəm da müəllim. Bəli. Amma canişinlik Kəndli 44 da. Baxın, canişinlik 44-83-dür. Sahibkar kəndlilərinə pay torpağını satın alıb öz mülkiyyətinə çevirmə hüququnun verilməsi, dövlət kəndlərin mükəlləfiyyəti sahibkar federasiya alınan azad edilməsi. Bura A ilə C gedir 2-yə. Birə də B ilə Cavablara C. bax. 1-ə BC verilməyib, deyəsən, hə? Düz Tək gördüm. B verilən var müəllim. Şamaxı Niyə C quberniyasının mərkəzi verilmir? Bakıya köçürülməsi. Yezavit quberniyasının yaradılması 68. Bəlkə götürmür, 59 götürüb, fikrində elə tutub. Amma Bakıya 60-da köçüb. Yəqin Gəl elə onda eləyib. 1-ə B ilə gedək. 1-ə B, 2-yə də AC qalır müəllim. 2-yə AC götürdünsən bayaq. Bəli, bəli. Hə, onda odur. 1-ə B, 2-yə AC. 60-70-ci illərdə yenə məhkəmə və şəhər islahatı deyir. Şəriət məhkəmələrinin yaradılması yox, əhalinin bütün təbəqələri üçün ümumi məhkəmələrin yaradılması, məhkəmə iclaslarının açıq keçirilməsi. Birə B ilə C-ni götürə bilərəm. Məhkəməyə götürsən, bəli, açıq olur. Bir də, hə, düzdür. BC götürmək olar. Şəhər Çünki elə xüsusi məhkəmələr ləğv variantlar edilir. Amma bəli. şəriət əvvəldən var idi, çoxdan var idi. Elə komendant dövründən var idi. Onda variantlara baxın. 1-ə BC yolundan Hə. gedir. I-nı yoxlayım da müəllim. Şəhərdə yaşayıb vergi verən 25 yaşına çatmış kişilərə seçkidə iştirak etmək hüququnun verilməsi, bir də məhdud şəkildə Bakıda tətbiq edilməsi. Bəli. Şəhər islahatı elə şeydir də. 19-cu əsrin birinci yarısı. Çünki Şimali B var, Azərbaycan 2-də B, o yoxdur. Yaş senzinin ləğvi falan, əksinə yaş senzi var. Yəni 25 yaşına çatmışlar iştirak edə bilər. Bu yaş senzi də yadınızda saxlayın. hə. 91. Şimali Azərbaycan, Cənubi Azərbaycan. Çar zülmünə qarşı Quba və Şəki üsyanlarının baş verməsi, bəli. Komendant idarə üsulunun ləğvi 40-dadır, yox. Birinci yarısıda düz. Birinci Komendant yarısı. idarə 40 idi. Bəli, 40-da ləğv olunur. Hə, A1-ə AB gedir. 2-yə də Babillər hərəkatının başlanması, Tənbəki üsyanı yox, bəzi xalqların ləğv edilməsi, xanlıqların ləğv edilməsi birinci yarısına. Düşür də Nə müəllim. götürmüşdün? Hara birə? 1-ə nə götürmüşdün? A ilə B-ni. AB. 2-yə BC Onda gedir. AC gedir də 2-yə də. Baxaq Hə, AC. D variantı. AC. Bəli. Birinci yarısı deyirsə, bəli, bəzi xanlıqlar gəlib çıxmışdı da. Makı, Urmiya filan Bəli. qalmışdı. Bir də Babillər Bəli. hərəkatı.
Kimsə müəllim dedi? Yox. Aha, 90. Sən neçə kimi oxuyurdun Şəbnəm? Nuray? Elə bura qədər müəllim. Hə. Mən Bu növbə Şəbnəmdə Aysu. Mən Şəbnəm. Müəllim, mən çıxıram da. Sən çıx da. Başa düşdün də söhbət Sağ olun buradan müəllim, gedir. sağ olun, Bəli, sağ olun. bəli, gözəl xeyr. Sağ Mətləbdən olun hara müəllim. çıxırsan? Az qalıbdı. Mən internet çəkdim mən bir dəqiqə. Biz də bunu oxuyaq, biz də çıxaq da. Ha, yaxşı Şəbnəm oxu görə hərəniz də 15 dənə oxuyun, yaxşı çıxın. Da o birisi dünya hansı idi bundan sonra oxuyacağımız? Dünya dövlətləri. Keçir dünya, bəli. Onu da bir ara yenə aralığa salıb oxutduraram. Yaxşı müəllim. Şəbnəm oxu görək. Ellər və diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Kənd cəmiyyətlər Nə vaxt idarə götürürüz ha? haqqında bir də 47. Kəndlərə 5%-dən çox olmayan torpaq payı verilirdi. Bu 47-də idi də 2-yə gedir. Bəli, deməli 2-yə A. Mətləb nə deyirsən? Deyirəm mənim nə vaxt qurtaracaqdı ki? İndi qızlar hərəsi də biraz oxusun, qurtarırıq. Hə. Hı. Mülkədarların hüquqları məsələsinə toxunulması bu ortaqdır da. 2-yə A-nı götürək, gəl. Mhm. Hı. O zaman 2-yə A, 2-yə AC qalır ki, görək C gedirmi? Kəndlər ortaqdan Kəndlər fərqlənən çox başı verməli idi. Varmı belə bir şey? Gedir mi? Var Bəli, idi onda məncə. D variantını yoxlayırsan. D variantını deməli 1-ə D gedir. Seçkili orqanın vahid kənd idarəsi. Aha. Bəli. Elə 3-ə B demişdik. 2-yə də bəli. Hı. Y demədi, yoxlayırıq yeni. Yox, D-ni Yox, dedik D məncə. AC. Hə, bəli. 2-yə AC-dən getdik. Aha. Yenə Eyler və diaqramına əsasən Şimali Azərbaycan ilk dəfə 1878-ci ildə tətbiq şəhər özünü idarə etməsi 2-yə A gedir. Elə D variantıdır da. D götürdün 93-ə. Baxın, 1-ə D, bəylərin kəndlər üzrə polis məhkəmə hakimiyyətinin hüququndan məhrum edilməsi, bəli, o düzdür. 2-yə A götürdün, şəhər özünü idarə etməsinə. Şimali Azərbaycan ilk dəfə 78 düzdür. 3-ə də BC, oxşara da seçkili orqanların yaradılması, bir də BC, Bojaxon, hə, düzdür. Çünki kənd cəmiyyətlərində də seçkili vahid kənd idarəsi idi. Burada da seçkili duma idi. 94. Çar Rusiyası 1870-ci ildə Şimali Azərbaycanda kənddə feodal qaydalarına ağır zərbə vurmaq üçün vergi və mükəlləfiyyətləri özündə əks etdirən tədbirlər həyata keçirdi. Çar hökumətinin keçirdiyi bu islahatın mətnində verilən tədbirlərin özündə əks etdirən xüsusiyyətləri müəyyən edin. 70-də dövlət kəndlərin köçmə hüququnda müəllim 1 ilə 3-dür. 70-ci il Şimali Azərbaycanda kənddə feodal qaydalarına ağır zərbə vurmaq üçün vergi. Elə variant var. Yüksək hüququn nəzri 1853-dədir. Hı. Deyilmi? Bəli, 53-dür. Yarın nəzridir. Bir də ki 3-dür də, hə? Bunun tədbirləri özünə. Deməli, burada olacaq. Yo, 2-4. Yo, 2-3-dür məncə. Baxın cavablara. D variantı. Yalnız 2. Yarın ləğvi. Çünki 3 deyil. Şimali elə? Azərbaycanda deyir feodal qaydalarına ağır zərbə vurmaq üçün vergi və mükəlləfiyyətlər özündə əks etdirən tədbirlər həyata keçirdi. Çar hökumətinin keçirdiyi bu islahat mətndə verilən tədbirin özündə əks etdirən xüsusiyyətlərini müəyyən edin. Yarın ləğvi niyə pis olsun ki, pulla əvəz ediləndə daha yaxşı olmalı deyil? Bir dəqiqə qoy düşünüm. Aysu, dayan. Demək, Çar Rusiyası 70-ci ildə Şimali Azərbaycanda kənddə feodal qaydalarına ağır zərbə vurmaq üçün vergi özündə əks etdirən tədbir həyata keçirir. Sonra deyir ki, Çar hökumətinin keçirdiyi bu islahatın mətndə verilən tədbirini özündə əks etdirən xüsusiyyətini müəyyən edin. O da olacaq. Çünki bax 4 yaxşıdır da, 4 də yaxşıdır, 3 də yaxşıdır. Day nə qaldı? Bir də orada deyil.
Sırf mətndə veriləni deyir də. Baxın, Hmm. sırf deyir mətndə verilən tədbiri göstər. Ayşə, sən deyirsən BR-ın ləğv edilməsi yaxşı bir şeydir. Hə, BR-ın ləğv Məncə edilməsi yaxşıdır da. niyə olmasın ki? Yox, elə bilirəm səhv eşitdim. Ay yox. Burada demiş ki, BR-ın ləğvi pisdir. Onda Bunun müəllimə, faiz baxın, olmasında. kənddə Aysu, torpaq ağır zərbə vurmaq o demək deyil ki, pis edir. Yəni feodal qaydalarına zərbə vurur da, kapitalizmə yol açır. yəni sosializə keçir. Mən də deyirəm Aysu niyə deyir, niyə pisdir BR, niyə pisdir? O mənada Mən elə demir. başa düşdüm. Yəni deyir ki, feodal qaydası pisdir də, ona ağır zərbə vurur. Anladım. Hə, ona ağır zərbə vurulmasının nəticəsində də müsbət tədbir BR-ın ləğvidir. Bəli. Növbəti. Azərbaycan neft hasilatında iltisam sisteminin ləğv edilməsinin əhəmiyyəti neft sənayesində kapital axını gücləndir. Azərbaycan sərgərm neft sənayesində hakim necə mövqe tutdu? Hakim deyir. Yəqin hakim mövqe tutdu deyirlər. Ləğv edilməsinin əhəmiyyəti. Azərbaycanın İkini sahibkarlar. Bir də gedir də, hə? gedir ha. Məncə. 1, 3, Bəli. Bir, sonra neft sənayesi sürətini bəli 3. İltizamın ləğvi müsbət nəticələrlə nəticələnməlidir. İnkişaf. Bəli. İmtahana düşən buydu məncə. Mənim hamısı düşür sizdə. Bir dəfə bu düşmüşdü, bir dəfə də o cavablı. Məndə 1-3 oldu. Bəli, 1-3 olur. 1, 2, 3. Niyə 2 olmur? Hakim mövqe pis bir şeydir ki. Təkcə bizimkilər deyildi ki, o qədər xarici Xaricdə daha saymışıq. çox idi. Neftdə bizimkilər çox deyildi. Bizimkilər çoxdur pambıqçılıq, balıqçılıqda. Onda təkcə 1, 3 qalır Neftdə da. bizimkilər var, amma çox deyil. Bir neçə nəfər var. Əsas xaricilər idi. Nə oldu Ona cavab? görə 1-3-dür. 1-3. Hə, tamam. 19-cu əsrin 30-cu 60-cı illərində Şimali Azərbaycanın baş vermiş üsyanların məğlubiyyəti nəticələnməsinin səbəbləri çörək və ya xarici qüvvələrin çağırması 2, 1 Baş xarici vermiş qüvvə üsyanların çağırır dağılma ki. nəticəsinin səbəbləri. Mənim elə şey var. Üsyanlar məğlub 30 və 60-lar xarici qüvvələr bəlkə ruslar deyil. Bir dənə oxuyun görək. Hansılar deyirsiz? Yox, Bax, elə 2 dərbəstdir. 2-dir. Silahlı təchizatının zəifliyi. Bu dəqiqdir, 2 bəli. və Bəli. 5-dir. Fəhlələr ola bilməz. Hələ kapitalizm təzə 2, yaranırdı. 5. Bir də qeyri-mütəşəkkilliyi. Çünki Qacarlar dövlətinin nə işi var burada? Şimali Azərbaycandan söhbət gedir. Biz çarın tərkibindəyik axı. Ona Yəni görə tam 2 olmur, olmuyor 4 demək. olmur. Bir də xaricilər niyə ki elə ruslar özləri yatırır? Yəni Rus özü yatırır öz müstəmləkəsində də xaricdən heç kimi çağırmır. Məsələn desəydi ki, Rus İngilisi köməyə çağırdı, o zaman hə, götürə bilərdik. Müəllimə, Bəli. tam olmayan deməkdir də, hə? Qeyri-mütəşəkkil yəni səliqəsizlik, Hə, pərakəndəlik də dağınıq idi. bəli. Onda neçə dənə testdir cəmi? 130 dənədir. Hərəniz onunla oxuya bilərsiniz əslində. Şəbim oxu görək. Oxuyum. 100-ə kimi sən oxu, sonra dalını davamlı qızlar idi oxuyarlar. Mən 96-nı oxudum. İndi 97. Şimali Azərbaycan 19-cu əsrin ikinci yarısı tarixi üçün səciyyəvi idi. İnzibati ərazi statının keçirilməsi, tüm başa çatması 1.
İkinci yarısı 2, inzibati götürə bilərik. Çünki Yelizavetpol quberniyası filan var. Amma aha, Babil 2 də şimalda deyil axı. götürürük. 2-ni götürəmirik. A, Babillər bəli. Ay, cənubdadır. ona diqqət eləmədim. Bəli. Neft və ağ neft məhsullarının daşıma tanker tipli gəmilərdən istifadə olunması. Bəli. 1, 3. Dağ Başqa? mədən sənayesi. Dağ mədən o Gədəbəydə mis əritmə zavodu filan. Onda Qaz bunu da kəndli götürürük də. saflaşdırma. Bəli. Onu da götürürük. Bir, Çünki üç, mis dörd. əritmə 65-dədir, mis saflaşdırma 83-dədir. Hı Amma -hı. Xalisə şimal deyil, cənubdur. Hı. 98. Şimali Azərbaycan 19-cu əsrin ikinci yarısında neft sənayesi üçün SCV idi. Neft daşınmasına tanker tipli gəmi bəli. Nova qardaşlar şirkətinin Bakı neft sənayesinə qoyulması 2 də olar da. 98-də Bakı, bəli, düzdür. Nobellər elə 78-də gəlib də. Bir də fransız kapitalının axını, bunu da olar. Bəli, fransızlar da 90-da gəlmişdi. Səhv etmirəm. Yox, fransızlar 80-də, 90-da ingilislər. Fransız Aha. Rothschild, İngilis Hubbard. 99. 19-cu əsrin ikinci yarısında Cənubi Azərbaycan tarixi üçün. Aha, Babillər aiddir. Bəli, başa Tənbəki. çatması deyirsə aiddir, amma başlaması desə yox. Ay yox, bəli. Tənbəki də aiddir. Bunların hamısı niyə belə oldu ki? Deyir ki, Hamısı Necə oxudun? 99. Çünki mən taxıl möhtəkirliyi o da aid deyil. Onda 1, 2, 3 aiddir. amma o deyir Alman. Alman sözünə görə 2 səhvdir. İngilis deməli idi. 1 və 3. 1 və 3 olacaq. Anladım. Alman deyil, axı Bəlkə İngilis Talbotdur. Görürsüz necə test olur. İnsanda diqqətli olun. bir an özümə də qəribə gəldi. Mən də elə bildim ki, səhvlik var testdə. Amma səhv deyilmiş. 100 oxu. 19-cu əsrin ikinci yarısında Cənubi Azərbaycan tarixi üçün SCV iqtisadi İngilis kapitalı yox. Babillər hərəkatı yox. İngilislər gəlir də Yox. Hubbard. O şimalda deyil. Cənub deyir, hə. Yəni deyil də, aid deyil də bir onda, hə? Hamısını oxu. Əslində ingilislər orada da var idi. 2 dəqiq aid deyil. Başlaması 48-dədir. Bəli. Axı Qardaş, dəqiqi deyir. Niyə Hı? aid deyil götürürsən? Deyir ki, Cənubi Azərbaycan üçün səciyyəvi idi. Aid deyillər, niyə götürürsüz ki? Qoy hamısını sıxıram mən. oxusun. Çıxır. Aid deyilləri çıxır. Hə, İkini tamam. çıxır. İlaki bu da deyil də aid. İlaflardan hərbi xidmət əvəzində Sonuncudur, İlaki vergi başlamaq deyil, yox ilaki demir. torpaqdır. Ona görə Necə 2-3-ü çıxırıq. Hə. O zaman nə olacaq? Onda İngilis deməli Qapıquludur, bir də ingilisdir, bəli. 104-ün. İngilis var orada. Adətən həmişə üsyanlar da ingilislərin çıxması üçün olurdu. Yaxşı. Səndən sonra kim oxuyurdu? Aysu deyəsən. Aysu oxu görək. 101. 19-cu əsrin yarısında Şimali Azərbaycandan fərqli olaraq Cənubi Azərbaycana aiddir. Kəndlərin torpaq müəyyənəsi 2. Bəli, 1-2-dir. 2, 4. Çünki bizdə taxıl möhtəkirliyinə görə üsyan 16-daydı, hə? Bəli. O ərzaq möhtəkirliyidir, taxıl deyil. Taxıl ərzaq deyil ki. Yox, sırf taxılın adı çəkmir də, tək taxıl deyil ki, yəqin qarğı da var imiş, nə bilim, düyü də var imiş.
Onda 2, 4. Başqa nəsə var? Elə 2-4-dür. Çünki milli kapital cənubda da var. Sonra Rusiya imperiyasının xammal Rusiya ora nüfuz edirdi. Baxırıq. Bir dəqiqə, yox, dayan. Mən səhv elədim. Sırf deyir Cənubi Azərbaycana xas tapdım. Elə bilirəm oxşar deyir. 19-cu əsrin ikinci yarısında Azərbaycan fərqli olaraq cənubda. Bəli, 1-2-dir, Talbotdur, bir də 4-dür. Qalanları sırf şimaldır. Bəli. Amma kəndlilərin torpaq vergisi də ikisinə də aiddir. Yəni sırf Cənubi Azərbaycan deyil. Bəli. 102 19-cu əsrin ikinci yarısında Cənubi Azərbaycandan fərqli olaraq Şimali Azərbaycanda. 1 Bəli. 3 4 Yox. Cənubi Azərbaycan şimalda. 1 4 5 Xarici kapital niyə? Cənubda da var idi axı, ingilislər dedik. var idi. 3 4 5 onda. Bu deyir ki, cənub sırf şimala aid olsun. Fəhlə sinfinin təşəkkülü gedirdi. Dünyada ilk neft tankeri. Tanker 100% şimaldadır. Amma 5-i götürmürük. Hər ikisində var. Onda 5 ikisində də var. 2 Hərbi vergi var ha şimalda. 2 3 2 4. 4. 2 4. 2 niyə götürmürük? Bir dəqiqə. 3-ü niyə götürmürük? Çünki fəhlə sinfi orada da var da. Əgər kapitalizm orada da yavaş-yavaş inkişaf edirsə, xarici kapital dedi axı. Əgər xarici kapital varsa orada, deməli kapital sözü varsa, fəhlə də var orada. O zaman İkinci yarısı. götürürük 2 və 4-ü. Çünki hərbi vergi sırf şimalda idi 1887-də. Bir də tanker sırf şimalda idi. Amma o birilər hamısında var. Bəli. 103 Şimali Azərbaycanın sosial-iqtisadi həyat üçün səciyyəvi cəhətlər. Danışma köməklərin çəkilməsi. Bəli, kəndlər üzərində polis xidməti. Bəy bağalara kəndlər üzərində polis və məhkəmə hüququnun verilməsi bu 46-da idi da. Yarısıdır, bəli. Bunu çıxırıq. Onu götürmürük. İltizamın ləğv edilməsi 4 72-də yazılması, buruq üsulundan istifadəyə başlanması 4 5